Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, bugün güya qızının ailəvi tədbiri ilə bağlı həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib. Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəissiyyət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb. Daha sonra onlar Dövlət Təhlükəsizlik Xidmətində dindiriliblər. Məlumata görə proses Ramiz Mehdiyevin Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunan cinayət işi ilə əlaqədardır. Digər məlumata görə dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb. Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı dırnaqarası təxirə salınmaz ailə tədbirinə gedirdi. Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsi ölkəni tərk etmək istəyib. Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun dırnaqarası təksibi Türkiyədən verdiyi məlum olmuşdu. Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən Milyarderlər İttifaqı ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapıldığı barədə informasiya yayılıb. Onu da qeyd edək ki, vaxtilə Rusiyada Milyarderlər İttifaqının namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sir deyil. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə Cəmil Həsənlinin şahid qismində dindirilməsi üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığı məlum olub.